Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün qonaqlıq süfrələrinizi bəzəyəcək, gözəl, görüntülü, ləzzətli bir limon mürəbbəsi hazırlayacağam. Sizlər də belə gözəl, belə ləzzətli mürəbbə hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Keçək belə gözəl mürəbbənin hazırlanma qaydasına. Bizə təzə dərilmiş gözəl limonlar lazım olacaqdır. Tumsuz limon olsa daha gözəl olar, eybi yoxdur. Limonun tumu varsa, hazırlayarkən onları da təmizləyərik. Limonu əvvəlcə axar suyun altında təmiz yuyuram. Möhkəm sürtüb yumaq lazımdır. Daha sonra üzərinə soyuq su tökürəm qaba. Bir gün bu soyuq suda limonları saxlayıram ki, qabığında olan acılıq çıxsın. Daha sonra limonları çox da nazik olmamaq şərti ilə doğrayıram. Əvvəlcə baş hissələrini, arxasını kəsib götürürəm və nazik olmamaq şərti ilə doğrayıram. Nə çox nazik, nə də çox qalın doğramaq lazım deyil. Sadəcə limonları, yəni qatlayıb forma verərkən qatlana bilməsi üçün elə olan şəkildə doğrasaz bəs edir. Bu kənarlarını da saxlayıram, atmıram. Ondan da çox gözəl yəni malmalat, püre, şirniyyatlarda istifadə edəcəyimiz püre hazırlayacağım. Bütün limonların hamısını doğrayıb bir qaba yığıram. Yenə də qeyd edirəm, limonlar nə nazik, nə də qalın olmamalıdır. Limonları doğramışam, hazırdır. Bu limonlarda atmıram, bayaq qeyd etdiyim kimi. Bu limondan da növbəti videomu izləyərsiniz. Çox gözəl şəkildə malmalat, yəni belə püre hazırlayacağam. Şirniyyatlarda istifadə etmək üçün. Bizə diş çöpü lazım olacaqdır. Diş çöpünü götürürük. Əgər limonun içərisində tumu varsa, onları əvvəlcə belə diş çöpü ilə çıxardırıq. Daha sonra əzməmək şərti ilə, yəni belə ikiyə qatlayıb, daha sonra bir də qatlayırıq və belə gözəl şəkildə büküb, limonlara büküb şəkil veririk. Bütün limonları eyni qaydada əvvəlcə ikiyə qatlayıram, əvvəlcə tumunu təmizləyirəm, daha sonra ikiyə qatlayıb, daha sonra bir də qatlayıram və bu diş çöpünə keçirirəm. Artıq hamısını belə gözəl şəkildə qatladım, hazırdır. Bu da sonuncudur, onu da göstərim sizə. Yəni əvvəlcə ikiyə, daha sonra bir də yenidən qatlayıram. Düzdür, biraz əziyyətlidir, çünki biraz təzə limon olduğuna görə belə qatlamaq daha çətin olur. Artıq hamısını bu şəkildə qatladım. Limonu təmizləyərkən, baxın, həm tumu çıxıb, tumu çıxarkən də suyu da əzilib, suyu da çıxıb, onu da tökürəm limonun üzərinə. İndi isə şirəsini hazırlayıram. Məsələn, kiloya kilo şirə götürürəm. 1 kiloya məndə burada 2 kilo limon var idi. 2 kilo yarım limon var idi. 2 kilo yarımı limonu doğrayarkən kənarları, yəni əzikləri, yəni onları çıxdıqdan sonra, yəni sonda o əziklərini, kəsdiklərimi çəkirəm tərəzidə. Bilirəm ki, yerdə 2 kiloqram limon qalıbdır. Ləyənin içərisinə 2 kiloqram şəkər tozu, hər kiloya görə 2 stəkan da su əlavə edirəm. 4 stəkan da su əlavə edib şirə hazırlayıram. Şirə hazır olub qaynamağa başlayanda hazırladığım bu limonları tökürəm şirənin içərisinə. Artıq bir-bir tökməyə hövsələm çatmadı. Belə götürüb hamısını şirənin içərisinə tökürəm. Və artıq şirə qaynadığına görə mürəbbəni
gyrodda bişirə bilərik. Mürəbbəni gyrodda bişirirəm. Baxın, qaynadıqca üzərinə kəf yığılır. O kəfi də tez-tez yığıb götürürəm. Burada artıq görürsünüz, bərk qaynara düşdükcə kəfi daha gözəl çıxır və onu da kəfgirlə götürüb, yığıb götürürəm. Artıq mürəbbəmizin bişməyinə az qalıbdır. Limon düzdür, qabıqlı olduğuna görə biraz acılığı var. Ancaq bu şirədə qaynayandan sonra o acılığı hiss etməyəcəksiniz. Yəni biz onu həmi suda saxlamışıq. Suda saxlayanda limonun qabığında olan, yəni 24 saat ərzində limonun qabığında olan o acılıq suya çıxır. Artıq mürəbbəmiz belə şəkildə qaynayırsa, demək ki, hazırdır. Mürəbbəmizi yoxlayıram. Yenə üzərində olan kəfi yığdıqdan sonra mürəbbəmizin bişib-bişməməsi üçün bir dənə təmiz, quru boşqabın içərisinə mürəbbənin suyundan əlavə edirəm. Və bu suyu belə 1-2 dəqiqə soyutduqdan sonra mürəbbənin içərisinə süzürəm. Baxın, mürəbbə qırılmadan süzülürsə, demək ki, bizim mürəbbəmiz hazırdır. Onu da qeyd edim ki, çox qaynatmaq lazım deyil. Limon özündən tək limon olduğuna görə bişdikcə bərkiyir, yəni jeleləşir. Ona görə də çox qatı bişirmək lazım deyil. Sadəcə dediyim püf nöqtələrə əməl etsəniz, sizin hazırladığınız limon mürəbbəsi də baxın, yenə də süzürəm. Belə götürüb süzürük, əgər qırılmadan süzülürsə, demək ki, bizim mürəbbəmiz hazırdır. Artıq mürəbbə hazırdır. Mürəbbəni odun üzərindən götürüb kənara qoyuram və yenidən isti-isti silkələyərək mürəbbənin içində qalan o kəfin hamısını belə silkələdikcə ortaya topalaşır. Onu da qaşığın köməkliyi ilə yığıb götürürəm. Mürəbbəni bişirən kimi bankalara yığmayın. Mürəbbə bir gün şirədə qalanda şirəni canına çəkir və mürəbbə daha gözəl alınır. Ona görə mürəbbəni bir gün kənara qoyuram, saxlayıram. İkinci gün, baxın, artıq çöplərdən, bu diş çöplərindən təmizləyirəm. Belə ucundan tuturam və çəkən kimi çıxır. Bütün çöpləri eyni qaydada mürəbbəni çöplərdən təmizləyirəm. Çöplərdən təmizləmişəm. İndi isə servis edirəm. Belə servis qabıma yığıram. Mürəbbəmiz diş çöpündən təmizləndikdən sonra quru, təmiz bankalara yığıb sərin soyuq yerdə saxlamaq lazımdır. Mürəbbəni bişirərkən püf nöqtələrindən biri odur ki, siz mürəbbəni hazırlayarkən çalışın ki, hazır olduqdan sonra nə istifadə edirsinizsə, qaşıq, boşqab, mürəbbə qabı, hamısı quru, təmiz olmalıdır. Əgər mürəbbənin içərisinə bir damcı olsun su düşərsə, sizin o mürəbbə qışa qalmaz və qıcqırıb xarab olar. İndi isə mürəbbə qabımıza biraz da mürəbbəni, yəni limonları yığdıqdan sonra üzərinə şirəsindən də əlavə edirəm. Onu qeyd edim ki, limon tək halda çox bişərsə jeliləşir, yəni bərkiyir. Ona görə də çox da qatı bişirmək lazım deyil. Mürəbbəmiz hazırdır. Hazır mürəbbəni çay süfrəsində servis edə bilərik. Sizlər də belə gözəl mürəbbə hazırlayıb dadmaq istəyirsinizsə, videomu sona qədər izləyin. Verdiyim püf nöqtələrinə əməl etsəniz, sizin hazırladığınız mürəbbəniz də belə gözəl alınacaqdır. Mürəbbəni bəyənib bəyənməməyinizi yazdığınız yorumlardan biləcəyəm. Mən gedim mürəbbənin limondan qalanları və üzərinə də doğrayıb çox gözəl şəkildə
malmalat, onu da izləyə bilərsiniz, hazırlayın. Sizlər də videonu sona qədər izləyin və gözəl yorumlarınızı yazmağı da unutmayın. Hələlik indidən hazırlayıb dadan hər kəsə nuş olsun deyirəm.